Franz Kafka. Aclıq sənəti. Son 10 illiklər ərzində aclıq sənətinə maraq hiss olunacaq dərəcədə azalıb. Əgər əvvəllər cəmaata ac qalan adam göstərməklə yaxşı pul qazanmaq mümkün idisə, bizim günlərdə bu haqda heç düşünməyə dəyməz. O vaxtlar başqa dövran idi. Onda görərdin şəhərdə elə ancaq ac qalan adam barədə danışırlar. Onun ac qalması nə qədər çox uzanardısa, qəfəsinin ətrafında o qədər çox adam toplanardı. Hər kəs gündə heç olmasa bir dəfə ac qalana baxmağa can atardı. Aclığın sonunda isə bəzi tamaşaçılar səhərdən axşamacan qəfəsin qabağında durardılar. Onu hətta gecələr də daha effektli olsun deyə məşəllərin işığında nümayiş etdirərdilər. Hava xoş olanda qəfəsi küçəyə çıxarardılar, burada onu ilk növbədə uşaqlar əhatə eləyərdi. Axı çox zaman böyüklər üçün ac qalan dəblə ayaqlaşmaq naminə özlərinin də iştirak elədikləri əyləncədən başqa bir şey deyildi. Uşaqlarsa ona gözlərini geniş açaraq, ağızlarını ayıraraq, qorxudan bir-birinin əlindən yapışaraq baxırdılar. Onların qarşısında saman döşəyçənin üstündə o kreslodan belə imtina eləmişdi. Əynində yalnız qara triko olan solğun bənizli adam otururdu. Onun bütün qabırğalarını saymaq mümkün idi. Hərdən o nəzakətlə tamaşaçılara təzim eləyir, özünü gülümsəməyə məcbur eləyərək suallara cavab verir, ya da əlini qəfəsin barmaqlıqları arasından uzadırdı ki, adamlar ona toxunub necə arıq olduğunu hiss eləsinlər. Lakin sonra yenidən özünə qapılırdı. Ətrafdakı hər şeyə laqeyd qalaraq hətta qəfəsinin yeganə bəzəyi olan saatın onun üçün çox vacib olan zəngini belə sanki eşitmirdi. Azca yumulmuş, yol çəkən gözləri ilə qabağa baxır və yalnız hərdən dodaqlarını islatmaq üçün içində su olan kiçicik stəkanı ağzına yaxınlaşdırırdı. Daima bir-birini əvəz eləyən tamaşaçılardan başqa, onların özləri tərəfindən seçilən keşikçilər bütün sutqa ərzində gözlərini ac qalandan ayırmırdılar. Nə qədər qəribə görünsə də, keşikçilərin əksəriyyəti qəssablar olurdu. Ac qalan gizlincə nə isə yeməsin deyə 3 nəfərdən ibarət dəstə gecə-gündüz ona nəzarət eləyirdi. Lakin bu, kütləni sakitləşdirmək üçün adi formallıq idi. Çünki işin içində olanlar bilirdilər ki, ac qalan heç vaxt, heç bir halda, hətta işgəncə altında belə ağzına kiçicik bir tikə də aparmaz. Bunu onun sənətinin şərəfi imkan verməz. Düzdür, bunu heç də bütün keşikçilər dərk eləyə bilmirdilər. Bəzi onlar öz işlərinə yarıtmaz yanaşırdılar. Bilərəkdən zalın uzaq küncünə çəkilərək bütün gecəni kart oynayırdılar. Bununla da ac qalana ağzına bir şey atmaq üçün açıq-aşkar imkan yaradırdılar. Keşikçilər əmin idilər ki, onun hardasa gizlində yemək ehtiyatı var. Heç kəs ac qalana bu mərhəmətli keşikçilər qədər əzab vermirdi. O ruhdan düşür, aclıq onun üçün əsl işgəncəyə çevrilirdi. Hərdən o, zəifliyinə üstün gələrək keşikçiləri üçün mahnı oxuyurdu. Onların bu şübhələrinin nə qədər əsassız olduğunu sübut eləmək üçün gücü çatanacan oxuyurdu. Amma bunun bir xeyri olmurdu. Keşikçilər yalnız ac qalanın eyni zamanda həm yiyə, həm də oxuya bilmək məharətinə mat qalırdılar. Ac qalanın ürəyinə başqa keşikçilər daha çox yatırdı. Bunlar qəfəsin düz qarşısında əyləşir, zalın tutqun işığı ilə kifayətlənməyib, İmpresaryonun verdiyi fənərlərin işığını onun üstünə yönəldirdilər. Kəskin işıq ac qalanı qıcıqlandırmırdı. Onsuz da yata bilmirdi. Gözünün çimirini isə istənilən şəraitdə, istənilən vaxt, hətta ağzınacan dolu səsküylü zalda da alırdı. Belə keşikçilərlə ac qalan bütün gecəni oyaq qalmağa, onlarla zarafat eləməyə, öz köçəri həyatından əhvalatlar danışmağa və onların hekayələrini dinləməyə hazır idi. Və bütün bunları ona görə eləyirdi ki, keşikçilər yuxuya getməsinlər. Anlasınlar ki, qəfəsdə yeməli heç nə yoxdur və onlardan heç kim onun kimi ac qala bilməz. Amma o özünü tam xoşbəxt səhər açılanda keşikçilərlə onun hesabına bal, dadlı səhər yeməyi gətiriləndə hiss eləyirdi. Ağır, yuxusuz gecə keçirmiş keşikçilər sağlam kişilərə xas acgözlüklə yeməyin üstünə düşürdülər. Düzdür, elələri tapılırdı ki, keşikçilərin qonaq edilməsini yol verilməz rüşvət kimi qiymətləndirirdilər, amma bu daha lap ağ idi. Onlardan soruşanda ki, özləri səhər yeməyi gözləmədən təkcə sənətə məhəbbət naminə bütün gecəni keşik çəkmək istəyərdilərmi, qaşlarını çatırdılar. Lakin öz fikirlərində qalırdılar. Demək lazımdır ki, belə şübhələrin yaranması qaçılmaz idi.
Heç kim aclığın davam elədiyi bütün dövr ərzində daima ac qalanın yanında keşik çəkmək iqtidarında deyildi və deməli heç kim öz şəxsi müşahidəsinə əsaslanaraq onun doğrudan da fasiləsiz aclıq çəkdiyini əminliklə söyləyə bilməzdi. Bunu əminliklə yalnız ac qalanın özü söyləyə bilərdi. Yalnız o, aclığın yeganə tam inanılmış şahidi hesab edilə bilərdi. Lakin ac qalan tamamilə başqa səbəbdən heç vaxt özündən məmnun qalmırdı və bəlkə də onun bu dərəcədə arıqlamasının səbəbi, bəziləri hətta sonralar təəssüf eləsələr də onun görkəmindən qorxaraq tamaşalarına gələ bilmirdilər, aclıq çəkməsində deyil, daha çox özündən narazı olmasındaydı. Yalnız o, ac qalmanın əslində nə qədər asan olduğunu bilirdi. Dünyada bundan asan heç nə yoxdur. Ac qalan bunu açıqca deyirdi, amma heç kəs ona inanmırdı. Ən yaxşı halda onun sözlərini təvazökarlıqla izah edirdilər, lakin əksəriyyət bunu özünü reklam kimi qiymətləndirir, ya da onu vəziyyətini yüngülləşdirməyin və vəzifəsinin öhdəsindən gəlməyin yolunu bildiyi üçün asanlıqla ac qalan, hələ üstəlik utanmadan bunu etiraf eləyən şarlatan sayırdı. Ac qalan bütün bunlarla barışmalıydı. Uzun illər ərzində o hər şeyə alışmışdı. Etiraf eləmək lazımdır ki, hələ bir dəfə də aclığın müddətindən asılı olmayaraq, o qəfəsini öz iradəsi ilə tərk eləməmişdi. İmpresario aclığın maksimum müddətini 40 gün təyin eləmişdi. Aclığın bundan artıq davam eləməsinə o hətta paytaxt şəhərlərində də icazə vermirdi. Təcrübə göstərirdi ki, bu vaxt ərzində gün-gündən daha cəlbedici olan reklamla şəhər əhlinin marağını qızışdırmaq olurdu. Lakin sonra maraq hiss olunacaq dərəcədə zəifləyirdi və tamaşaya tələbat xeyli azalırdı. Əlbəttə, kənddə bu şəhərdə olduğundan fərqli baş verirdi, lakin 40 gün bir qayda olaraq maksimal müddət idi. Sonra isə amfiteatr tamaşaçılarla dolur, nəfəsli alətlər orkestri çalır, güllərlə bəzədilmiş qəfəsin qapısı açılır və ora ac qalanı çəkmək və ölçmək üçün 2 həkim keçirdi. Nəticələr meqafon vasitəsilə tamaşaçılara elan edilirdi. Sonda qəfəsə 2 gənc xanım daxil olurdu. Onlar ac qalanı qəfəsdən çıxarmaq, onunla birgə qəfəsin yerləşdiyi platformadan pillələrlə aşağı enmək və onu yüngül qəlyanaltı düzülmüş kiçik masanın yanına ötürmək şərəfinə layiq görüldüklərinə görə özlərini çox xoşbəxt hiss edirdilər. Lakin bu anda ac qalan həmişə müqavimət göstərirdi. Düzdür, o, sümükləri çıxmış əllərini itaətkarlıqla xanımların lütfkarlıqla uzadılmış ovuclarına qoyurdu, amma yerindən qalxmaq istəmirdi. Axı niyə o məhz indi 40-cı gün dayanmalıydı? O hələ çox dözə bilərdi, lap çox, bəs niyə aclığın zirvəsinə çatdığı, bəlkə də hələ çatmadığı vaxt hər şeyə son qoymalıydı? Nə üçün onu aclığı davam elətdirmək və ona nəinki aclıq üzrə bütün dövrlərin ən böyük ustası olmaq, bu adı o artıq qazanmışdı, həm də şəxsən özünə qalib gəlmək şərəfindən məhrum eləyirdilər. Axı hiss eləyirdi ki, onun ac qalma sənəti ağla sığmazdı. Bu işdə məharəti isə hüdudsuzdu. Nə üçün onun sənətinə heyran qalmış kimi görünən bütün bu insanların hövsələsi bu qədər dardı? Əgər belə uzun müddət dözə bilirsə, bu insanlar niyə səbr eləyə bilmirlər? Həm də o yorulub. Samanın üstündə oturmaq onun üçün rahatdır. Amma onu nəyə görəsə yerindən qalxmağa, qəddini düzəltməyə, masaya yaxınlaşmağa məcbur edirlər. Onunsa yemək haqqında sadəcə düşündükdə belə qusmağı gəlir və yalnız xanımlara hörmət xatirinə özünü güclə saxlayır. O, gözlərini qaldıraraq ilk nəzərdə belə mehriban görünən, əslində çox qəddar olan xanımlara baxır, zəif, nazik boynunun zorla saxladığı ağır başını buluyurdu. Amma həmişə bu an səhnədə impresario peyda olurdu. Sükut içində musiqi onsuz da onun səsini batırardı, əllərini göyə açır, sanki Allahı onun saman üzərində uzanıb qalmış əsərinə mərhəmətə layiq əzabkeşə nəzər salmağa çağırırdı. Ac qalansa doğrudan da əzabkeş idi, amma tamamilə başqa mənada. İmpresario ac qalanın nazik belini qucaqlayır, özü də bunu ifrat dərəcədə ehtiyatlı eləyir, sanki əllərindən asılıb qalan adamın nə dərəcədə kövrək olduğunu hamıya göstərmək istəyirdi. Sonra tamaşaçılara sezdirmədən onu silkələyirdi. Bunun nəticəsində ac qalan birdən irəli geri yırğalanmağa başlayırdı. Daha sonra o, ac qalanı rəngləri qaçmış xanımlara təhvil verirdi. İndi onunla nə istəsən eləmək olardı.
Ac qalanın başı sinəsinə düşürdü. Adama elə gəlirdi ki, o artıq çiyinlərdən üzülüb və sinəsi üzərində qalması da bir möcüzədir, bədəni susduyurdu. Dizdən bükülmüş, instinktiv olaraq müqavimət göstərən ayaqlarını inamsız ataraq əsən pillələrlə düşür, qədəmləri altında bərk yeri hiss eləməyə çalışırdı. Bədəninin bütün ağırlığı ilə, əgər buna ağırlıq demək olardısa, xanımlardan birinin üstünə çökürdü. Öz şərəfli missiyasını tamamilə başqa cür təsəvvür eləyən xanımsa, üzərinə düşən yükdən nəfəsi daralmış halda, heç olmasa üzünü ac qalanın təmasından qorumaq üçün boynunu var gücü ilə kənara dartaraq ətrafına boylanırdı. Ancaq o buna nail ola bilmirdi. Bəxti daha çox gətirmiş digər gənc xanımsa, rəfiqəsinin köməyinə gəlməyə tələsmirdi. O, ac qalanın əlini, bu miskin sümük yığınını ehtiyatla və təntənəli surətdə qabağında aparırdı. Göz yaşları içərisində boğulan birinci xanımsa, tamaşaçıların gülüşü altında yerini çoxdan ehtiyatda duran işçiyə verirdi. Sonra qida qəbulu başlanırdı. İmpresario, demək olar ki, huşunu itirmiş ac qalanın ağzına nə isə dürtürdü. Özü də bu zaman ac qalanın nə halda olduğunu tamaşaçılar sezməsin deyə durmadan şən-şən danışırdı. Sonra o, güya ac qalanın ona pıçıldadığı sağlığı söylüyürdü. Daha təntənəli olsun deyə orkestr tuş çalırdı. Tamaşaçılar dağılışırdılar və heç kəs narazı qalmırdı. Heç kim, yalnız ac qalanın özü, həmişə təkcə o. Beləcə o, qısa müddətli fasilələr nəzərə alınmazsa, uzun illər boyu ehtiram və şöhrətlə əhatə olunmuş halda ömür sürürdü. Amma həmişə də kədərli olurdu və bu kədər getdikcə dərinləşirdi. Çünki heç kəs onun kədərini ciddi qəbul eləmirdi. Axı onu nə ilə ovutmaq olardı? O daha nə arzulaya bilərdi? Və əgər ac qalanın halına acıyan mərhəmətli bir insan ona kədərinin ac qalması ilə əlaqədar olduğunu başa salmağa çalışırdısa, bu aclığın sonuna yaxın daha tez-tez baş verirdi. Ac qalan hiddətə gəlir və vəhşi heyvan kimi özünü qəfəsin barmaqlıqlarına çırparaq tamaşaçıları dəhşətə gətirirdi. Amma impresario belə hallarda nə etmək lazım olduğunu bilirdi və tərəddüd eləmədən bu vasitəyə əl atırdı. İmpresario ac qalanın yerinə tamaşaçılardan üzr istəyir, etiraf eləyirdi ki, yalnız uzun aclığın nəticəsində yaranan və tox adamlar üçün tamamilə anlaşılmaz olan çox böyük gərginlik onun davranışına az da olsa bəraət qazandıra bilər. Ac qalanın ona icazə veriləndən qat-qat çox aclıq eləyə biləcəyini söyləməsini də impresario həmin səbəblə izah eləyirdi. O, maestronun bu iddiasında da aydın hiss olunan nəcib təşəbbüsün, güclü iradənin və böyük fədakarlığın tərifini göylərə qaldırırdı. Amma bununla belə onun sözlərini rədd eləməyə çalışırdı. Bunun üçün o, tamaşaçılara aclığının 40-cı günü gücünü tamamilə itirmiş, yarımcan halda çarpayda uzanmış ac qalanın fotoşəklini nümayiş elətdirirdi. Həqiqətin bu şəkildə təhrif olunması, daha doğrusu tam əksinə yozulması ac qalana çoxdan tanış olsa da, hər dəfə onu özündən çıxarırdı. Aclığın vaxtından əvvəl dayandırılmasının nəticəsini onun səbəbi kimi qələmə verməyə çalışırdılar. Belə münasibətlə onu başa düşə bilməyən bu kütlə ilə mübarizə aparmaq mümkün deyildi. Hər dəfə o, qəfəsin dəmir barmaqlıqlarından yapışaraq, acgözlüklə, ümidlə impresariyanın sözlərinə diqqət kəsilir, amma fotoşəkilləri görəndə əllərini barmaqlıqlardan çəkir, dərin ahla özünü saman döşəkçəsinə yıxırdı. İndi tamaşaçılar heç bir qorxu olmadan qəfəsə yaxınlaşa, ac qalana baxa bilərdilər. Belə səhnələrin şahidi olan tamaşaçılar bir neçə il keçdikdən sonra onları xatırlayanda özləri özlərinə mat qalırdılar. Məsələ burasındadır ki, həmin vaxt ərzində bir qədər əvvəl xatırladığımız dəyişiklik artıq baş vermişdi. O, demək olar ki, qəflətən baş vermişdi və görünür dərin səbəblərlə bağlı idi. Lakin kimin bu səbəbləri axtarmağa həvəsi vardı? Hər halda günlərin bir günü tamaşaçıların ərköyün öyrətdikləri ac qalan aşkar elədi ki, əyləncə həvəskarı olan kütlə onu tərk eləyərək başqa əyləncələr axtarışına yönəlib. Aclıq ustasına əvvəlki marağın hardasa yenidən baş qaldıracağı ümidi ilə impresario bir dəfə də onunla Avropanın yarısını gəzdi. Lakin hədər yeri. Hər yerdə sanki gizli bir danışıq nəticəsində birdən-birə ac qalma sənətinə ikrah hissi yayılmışdı.
Əlbəttə, əslində bu elə də gözlənilmədən baş verməmişdi və indi bir qədər vaxt keçdikdən sonra bəzi təhlükəli xəbərdarlıqları xatırlamaq olardı. Lakin müvəffəqiyyətin yaratdığı coşğunluq içində heç kəs onlara ciddi əhəmiyyət verməmiş və qarşısını almağa cəhd göstərməmişdi. İndi isə artıq çox gec idi. Düzdür, haçansa bu sənət üçün yenidən xoşbəxt günlərin qayıdacağına heç bir şübhə ola bilməzdi. Lakin adi insan üçün bu çox zəif ümid idi. Ac qalanı indi nə gözləyirdi? Əvvəllər minlərlə tamaşaçının alqışladığı sənətkar indi yarmarka əyləncələrində görünə bilməzdi. Peşəsini dəyişmək üçünsə həm çox qoca, həm də, və bu daha vacib idi, öz sənətinə həddindən artıq sadiq idi. Beləliklə o impresariyanı, onun qeyri-adi karyerasının daimi şahidini azad elədi və böyük bir sirkə işə düzəldi. Öz heysiyyatını qoruyan ac qalan kontraktın şərtlərinə heç baxmadı da. Ağlasığmaz sayda insanların, heyvanların, mexanizmlərin durmadan bir-birini əvəz elədiyi, tamamladığı böyük sirkdə istənilən vaxt, istənilən artistə, o cümlədən ac qalma ustasına da, əlbəttə əgər o çox böyük iddialar irəli sürmürsə, iş tapmaq olar. İndiki halda isə işə yalnız ac qalanın özü deyil, onun məşhur adı da götürülmüşdü. Doğrudan da ustanın özünə məxsus sənəti onunla birgə qocalmırdı. Dövranını keçirmiş artistin sənətinin zirvəsindən enərək sirkdə özünə sakit bir yer tapdığını heç cür söyləmək olmazdı. Əksinə, ac qalan deyirdi ki, bu da həqiqətə oxşayırdı. O öz işini heç də əvvəlkindən pis görmür. Ac qalan hətta inandırırdı ki, indi ona mane olunmayacağına təminat veriləndə, bunu isə ona çox fikirləşmədən söz vermişlər, o bütün dünyanı heyrətə gətirəcək. Lakin onun bu sözləri çoxlarının üzündə təbəssüm oyadırdı. Ac qalan öz işinə elə alüdə olmuşdu ki, zamanın necə dəyişdiyini unutmuşdu. Düzünü desək, ac qalanın özü də gerçəkliyin real vəziyyətini nəzərdən qaçırmırdı və buna görə onun qəfəsinin proqramın şah nömrəsi kimi manejin mərkəzində deyil, kənarda, düzdür, kifayət qədər rahat yerdə heyvanxanadan bir qədər aralıda yerləşdirilməsini tamamilə təbii qəbul elədi. Qəfəsi tamaşaçılara burada kimin saxlanıldığını xəbər verən böyük, rəngarəng afişalarla bəzəmişdilər. Antrakt zamanı heyvanlara tamaşa eləmək üçün heyvanxanaya sarı axışan adamlar labid olaraq ac qalanın qarşısından keçirdilər və burada bir qədər ayaq saxlayırdılar. Bəlkə də onlar burada daha çox ləngiyərdilər, lakin heyvanxanaya aparan dar dəhlizdə basa-bas başlayırdı. Arxadan gələn adamlar yaranmış ləngimənin səbəbini başa düşə bilmirdilər. Buna görə hər dəfə adamlar onun qəfəsinə yaxınlaşanda, həyatının mənası olan bu dəqiqələri ehtirasla gözlədiyinə baxmayaraq, ac qalanı titrətmə tuturdu. İlk zamanlar o antraktı səbirsizliklə gözləyir, sel kimi axan tamaşaçılara sevinclə baxırdı. Lakin çox az vaxt keçdi və həqiqət onun inadlı, demək olar ki, şuurlu xəyallarını dağıtdı. O əmin oldu ki, tamaşaçıların istisnasız olaraq hamısı yalnız heyvanxananın xətrinə gəlirdilər. Ən xoşa gələn onlara uzaqdan təzəcə görünməyə başlayanda baxmaq idi. Lakin onlar qəfəsin qarşısına çatan kimi qışqırıq və söyüşlərdən ac qalanın qulağı batırdı. Tamaşaçılar dərhal iki dəstəyə bölünürdülər. Bir qismi bunları o heç sevmirdi, ac qalanın halına acdıqlarına görə deyil, sadəcə təsliklərindən ona sakitcə tamaşa eləmək istəyirdi, digərləri ilk növbədə heyvanxanaya tələsirdilər. Tamaşaçıların əsas kütləsi keçib getdikdən sonra gecikənlər görünürdülər. Bunlara, əgər onlar bunu istəsəydilər, ac qalanın qəfəsi qarşısında rahatca dayanmağa artıq heç nə mane olmurdu. Lakin onlar demək olar ki, qaçaraq ona tərəf dönmədən heyvanlara baxmağa tələsirdilər. Və çox nadir hallarda ac qalanın bəxti üzünə gülürdü. Hansısa ailə başçısı uşaqlarını qəfəsin yanına gətirərək barmağı ilə ac qalanı göstərir, onun kim olduğunu və nə ilə məşğul olduğunu ətraflı izah eləyir, onun keçmiş şöhrətindən, özünün də buna bənzər ancaq müqayisə olunmayacaq dərəcədə daha təmtəraqlı tamaşaçıların şahidi olduğundan danışırdı. Uşaqlar atalarını pis anlayırdılar. Onları buna həm həyat, həm də məktəb çox az hazırlamışdı. Aclıq onlar üçün nə məna ifadə eləyə bilərdi ki? Lakin ac qalan uşaqların sınayıcı gözlərinin parıltısında gələcək daha xoşbəxt zamanın nişanəsini duyurdu.
Bəzən ac qalan düşünürdü ki, əgər onu heyvanxanaya bu qədər yaxın yerləşdirməsəydilər, işlər bəlkə də daha yaxşı gedərdi. Belədə insanlar üçün seçim eləmək çox asan olurdu. Üstəlik heyvanxananın qoxuları, heyvanların gecələr vurnuxması, dəhlizlə bir onun qarşısından keçirilən çiy ətin görüntüsü, yemləmə zamanı heyvanların hayqırtısı ac qalanı çox sıxırdı. Amma o, müdiriyyətə müraciət eləməyə qərar verə bilmirdi. Axı məhz heyvanlara görə onun qəfəsinin önündən tamaşaçı kütlələri keçirdi. Birdən onların içərisində nəhayət ki, onun xatirinə gəlmiş adam tapıldı. Həm də kim bilir, mövcud olduğunu və bununla da heyvanxanaya gedən yolda yalnız maneə yaratmağa xidmət elədiyini xatırlatsa, onun qəfəsini hansı küncə soxacaqlar. Düzdür, bu çox kiçik maneə idi və o gün-gündən daha da kiçilirdi. Müdiriyyətin bizim zamanədə tamaşaçıların diqqətini hansısa bir ac qalana çəkmək kimi qəribə istəyi tamaşaçıları artıq təəccübləndirmirdi. Tamaşaçılar üçün onun varlığı adi hala çevrilmişdi və bu da onun taleyini həll elədi. İndi o nə qədər istəyir və necə istəyir aclıq eləyə bilərdi və o bunu eləyirdi. Lakin artıq heç nə onu xilas eləyə bilməzdi. Tamaşaçılar laqeydliklə onun qarşısından keçirdilər. Hünərin var, kiməsə aclıq sənətinin nə olduğunu başa sal. Özünü hiss eləmədən bunu dərk eləmək olmaz. Gözəl afişalar köhnəlib pozulmuşdu. Daha oxunmurdu. Onları qoparıb atdılar. Təzələri ilə əvəz eləmək isə heç kəsin ağlına gəlmədi. Əvvəllər üzərində ac qalmanın hər günü səliqə ilə qeyd olunan lövhəyə artıq çoxdan heç kəs toxunmurdu. Bir neçə həftədən sonra işçiləri hətta bu sadə işdə bezdirmişdi. Və maestro haçansa arzuladığı kimi eləcə aclıq hiss eləyirdi. Əvvəllər iddia elədiyi kimi heç bir səy göstərmədən aclıq eləyirdi. Artıq heç kim günləri saymırdı. Hətta ac qalanın özü də nə qədər uğur qazandığını bilmirdi və acı bir his onun ürəyini yandırırdı. Qəfəsinin qarşısında dayanan hansısa avaranın lövhədəki köhnə rəqəmi oxuyub, burada fırıldaq olduğunu söyləməsi isə sözsüz ki, insan biganəliyinin və anadan gəlmə kininin uydura biləcəyi ən axmaq yalan idi. Çünki aldadan heç də ac qalan deyildi. O vicdanla işləyirdi. Ətraf aləmsə doğrudan da onu aldadır, layiq olduğu mükafatdan məhrum eləyirdi. Yenə də yeknəsəy günlər uzandı, amma qəflətən bunun da sonu gəldi. Bir dəfə Ştalmeysterin gözünə ac qalanın qəfəsi dəydi və o işçilərdən belə yaxşı qəfəsin niyə boş qaldığını soruşdu. Axı orada çürük samandan başqa heç nə yoxdur. Heç kəs Ştalmeysterə cavab verə bilmədi. Nəhayət işçilərdən birinin nəzəri təsadüfən lövhəyə düşdü və o ac qalanı xatırladı. Ağacla samanı eşələdilər və onun içində maestronu tapdılar. Sən hələ də aclıq çəkirsən? Ştalmeyster soruşdu. Axı sən nə vaxt aclığa son qoyacaqsan? Qoy hamı mənim günahımdan keçsin, deyə ac qalan pıçıldadı və bu sözləri yalnız qulağını qəfəsə diriyən Ştalmeyster eşidə bildi. Əlbəttə, Ştalmeyster cavab verdi və ac qalanın necə hala çatdığını işçilərə anlatmaq üçün barmağı ilə alnını taqqıldatdı. Biz səni bağışlayarıq. Mən həmişə istəmişəm ki, hamı mənim ac qalma məharətimə heyran qalsın, maestro dedi. Əlbəttə, biz heyran qalırıq, deyə Ştalmeyster təsdiq elədi. Amma siz buna heyran qalmamalısınız, ac qalan dedi. Yaxşı, onda biz heyran qalmarıq, amma axı niyə biz bunu eləməməliyik? Çünki mən aclıq çəkməliyəm, mən başqa cür bacarmıram. Belədir, Ştalmeyster təəccübləndi. Sən niyə başqa cür bacarmırsan ki? Çünki mən ac qalan qupquru qurumuş başını azca qaldırdı və dodaqlarını sanki öpmək istəyirmiş kimi uzadaraq, Ştalmeyster onun deyəcəyi bir kəlməni də buraxmasın deyə düz onun qulağına pıçıldadı. Çünki mən heç vaxt mənim xoşuma gələcək qidanı tapmam. Çünki mən heç vaxt mənim xoşuma gələcək qidanı tapmayacağam. Əgər mən belə bir qida tapsaydım, inan, mən tərəddüd eləməzdim və doyunca yeyərdim. Sənin kimi, bütün başqaları kimi. Bu ac qalanın son sözləri idi. Amma onun sönmüş gözlərində hələ də əvvəlki kimi qürurlu olmasa da möhkəm bir əminlik vardı ki, o aclığı hələ çox davam elətdirəcək. Bütün bunları yığışdırın, deyə Ştalmeyster göstəriş verdi və ac qalanı samanı ilə birlikdə bastırdılar. Qəfəsə isə cavan bəbir saldılar. Hətta ən laqeyd adamlar da
belə uzun müddət boş qalan qəfəsdə axır ki bu vəhşi heyvan qaçmağa başlayanda rahat nəfəs aldılar. Bəbir isə özünü çox yaxşı hiss eləyirdi. Keşikçilər tərəddüd eləmədən ona xoşladığı yemi gətirirdilər. Adama elə gəlirdi ki, o itirdiyi azadlığa görə heç xiffət də eləmir. Sanki heyvanın həyat gücünə artıqlaması ilə malik olan bədəni öz azadlığını da elə özündə daşıyır. O, hardasa onun köpək dişlərində gizlənib qalıb. Heyvanın geniş açılmış əngindən püskürən həyat sevinci isə tamaşaçıları elə çuğlayırdı ki, nəfəslərini belə çəkə bilmirdilər. Amma onlar özlərinə qalib gəlirdilər. Heyvanın qəfəsini üzük kimi əhatəyə alırdılar və dünyanın heç bir neməti onları yerlərindən tərpədə bilmirdi. Əsərin sonu. Nar təhsil və elmə, mədəniyyət və maariflənmənin təbliğinə hər zaman xüsusi önəm verib. Mobil operatorun dəstəyi ilə klassik və müasir Azərbaycan ədəbiyyatının, eyni zamanda dünya klassiklərinin əsərlərindən ibarət ödənişsiz audio kitablar hazırlanır. Artıq Azərbaycan və dünya ədəbiyyatı hər kəs üçün daha əlçatandır. Narın dəstəyi ilə reallaşan canlı kitab layihəsi elektron kitabxananın zənginləşməsinə öz töhfəsini verəcək. Layihə həmçinin görmə qabiliyyəti məhdud olan insanların da dünyasına işıq salacaq. Narın korporativ sosial məsuliyyət strategiyasının əsas istiqamətlərindən biri də elm, təhsil, biliyə olan marağı artırmaq, maariflənməni təşviq eləməkdir. İnsanların mütaliə vərdişlərini inkişaf elətdirərək səmərəli vaxt keçirmələrinə dəstək məqsədi ilə mobil operator seçmə əsərlərdən ibarət ödənişsiz audio kitablar hazırlayır. Canlı kitab layihəsi Narın dəstəyi ilə yayımlanır.